Bugün Naxçıvan şəhər Şəhidlər Xiyabanında Əsgərov Can Polad Ağaverdiyoğlu'nun şəhid olduğu gün qeyd edilir. Onu da qeyd edim ki, şəhidimiz 92-ci ildə şəhid olubdur. Allah ruhunu şad eləsin. Allah rəhmət eləsin. Allah şad olsun. Şəhid Əsgərov Can Polad Ağaverdiyoğlu 73-cü il dekabrın 10-da Naxçıvan şəhərində anadan olub. 80-90-cı illərdə təhsilini 39 nömrəli məktəbdə, 15 nömrəli məktəbdə təhsilini alır. 1991-ci ilin sonlarında hərbi xidmətə yollanır. Əsgərlərə qulluq eləyər. Ancaq qismət olur. Səbri olacaq. Allah səbir versin. Çox sağ olun. Bir sürü də canlısınız. Ömrünüz uzun olsun. Zərzibə xanım da timsalında bütün şəhid analarına Allah səbir versin. Biz neynəsək ki, hiçbir şəkildə dərdinizə dərman ola bilmərik. Bismillahirrahmanirrahim. Vel asr. Allahümme yudra sureti mübarekete sure vel asr. Saffat ala saffat. Bu şehit bağlamız Can Polad Ağaverdiyoğlu'nun simasında bütün Azerbaycan şehitlerinin de hakkında El-Fatiha salavat. Beləliklə də Əsgərov Can Polad Ağaverdiyoğlu'nun mərasimi sona çatdı. Allah'tan şəhidimizə rəhmət diləyirəm, ailəsinə bol səbir diləyirəm. Allah ruhlarını şad eləsin, cəmi şəhidlər.